Форум солидарности неправительственных организаций. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu çox yüksək səviyyədə keçirildi. Hesab edirəm ki, forumun hər bir iştirakçısı digər Türk ölkələrinin qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri ilə təcrübələrini bölüşmək, öz təşkilatları haqqında məlumat vermək, eləcə də digər ölkələrdən olan həmkarlarının təcrübəsini öyrənmək imkanı qazandı. Bu səbəbdən bu forum hər birimizə yeni ideyalar bəxş etdi və təcrübələrimizi öz ölkəmizdə tətbiq edəcəyik. Vətəndaş cəmiyyətini və qeyri-hökumət təşkilatlarını inkişaf etdirəcəyik. Forumun təşkilatçılarına dərin minnətdarlığımı bildirmək istərdim. Çünki biz tək forumda iştirak etmədik. Eyni zamanda Azərbaycanın və Türk xalqlarının tarixi ilə də yaxından tanış olduq. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Biz qardaşımız olan Azərbaycanlıların qonaqpərvərliyinə görə çox minnətdarıq.